Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala Resulillahil amin ve ala alihi tahirin el masumin. Ve la'nu daim ala adaihim ecma'in ve la'na ila yevmiddin. Usikum ve nefse bi tekvallah ve nazmi emrikum. Mübarək cümə günüdür və keçən cümələrdə yadınızda olsa duanın əhəmiyyəti barəsində danışırdıq və qeyd elədik ki, insanın Allah yanında dəyərinin göstəricisi onun nə qədər dua eləməsi ilə ölçülür. İnsan nə qədər çox dua əhli olarsa, belə Allah yanında dəyərli və məqama malikdir. Amma keçən cümə qeyd elədik, kimə dua eləməliyik? Quran-ı Kərimin ayəsinə əsasən üç dəstəni saydım ki, İbrahim peyğəmbərin duası idi. İlahi məni bağışla, valideynlərimi bağışla və möminləri bağışla. Bu gün də duanın əhəmiyyəti barəsində mövzunu davam elətdirib və qəbul olmayacaq dualar barəsində danışmaq istəyirəm ki, biz bu duaları etməyək. O məşhur söz ki var, olmayacaq duaya amin demək, həmən mövzuda danışmaq istəyirəm. İnsan dualarının qəbul olunmaması bir neçə səbəbə görədir. O səbəblərdən biri də insanın düzgün dua eləməməsidir. Əgər insan doğru düzgün dua eləməzsə, onun duası qəbul olmayacaq. Və bu Allahla bağlı problem deyil. Allah duaları qəbul eləyəndir. Amma etdiyimiz duanın reallaşmaq şansı yoxdur. Bunu nəzərdən qaçırmamalıyıq. Bəzən deyirlər ki, Allah qüdrətlidir, Allah eləyə bilməz, eləyə bilər təbii ki. Amma tərəfin gərək bacarığı olsun, istedadı olsun. Məsələn, bir bacarıqlı dərziyə aparasan, bir daş parçası verəsən, deyəsən ki, bundan mənə bir kostyum tik. Təbii ki, o dərzi qəbul eləməyəcək. O deyəcək ki, bundan kostyum tikmək olmaz. Heç kim o dərzini qınamayacaq ki, sən bacarıqsızsan, sən niyə bunu eləyə bilmədin? Çünki hamı başa düşür ki, daşın parça olmaq istedadı yoxdur. Əgər deyək, fərz eləyək, elə bir şans var, daşı çevirib bir hansısa formaya salmaq olur, parça formasına, artıq onda da daş olmayacaq, artıq olacaq parça. Ona görə əməllərimiz də bu cürdür. Biz bəzən bəzi şeyləri istəyirik ki, onun reallaşması mümkün deyil. Nə qədər dua eləyək, nə qədər təvəssül eləyək, nə qədər Allahla razı niyaz eləyək, heç zaman bizim o dualarımız qəbul olmayacaq. Bu baxımdan məsələ çox önəmlidir və çox təəssüf ki, doğru düzgün dualardan çox bu yanlış dualar bizim aramızda daha çox yayğındır, daha çox deməli istifadə olunur. Onun birincisi, İnsan dua eləyir, bizlər dua eləyirik bəzən və hamı da bu duaya amin deyir. Allahım məni imtihan eləmə. Yaxud, Allahım məni malım və övladımla imtihan eləmə. Yaxud, Allahım məni canımla imtihan eləmə. Aclıqla imtihan eləmə. Bu cür biz dualar eləyirik və hamı da bu dualara səmimi, könül xoşluğu ilə amin deyir. Amma bu dualar heç zaman qəbul olmayacaq. Niyə? Çünki Quran-ı Kərimdə Ənkəbut surəsinin 2-ci ayəsində Uca Rəbbimiz buyurur ki, insanlar elə hesab eləyirlər, onlar iman gətirdik deməklə onlardan əl çəkəcəyimi? Onlardan əvvəlkilər imtihan olunduğu kimi bunlar da imtihan olunacaqlar. Yəni belə deyil ki, insan imtihan olunmayacaq. Demir möminlər, demir müsəlmanlar, demir iman gətirənlər, buyurur insanlar elə ki, yəni hər kəs əgər insan adında, insan şəklində dünyaya gəlibsə, bunun imtihanı qaçılmazdır. Bu mütləq imtihan olunacaq. İmtihan vasitələri nədir? Ayə buyurur Bəqərə surəsində: "Və lənəbluvənnəkum bişey'in minəl xavfi vəl-cu'i və nəqsin minəl əmvali vəl-ənfus vəs-səmərat və bəşşiris sabirin." Buyurur biz mütləq onların aclıqla, qorxu ilə, canları ilə və mallarının kəsatçılığı ilə imtihana çəkəcək. Kimi canından imtihan olunacaq, kimi malından imtihan olunacaq, kimi aclıqla imtihan olunacaq, kimi digəri ilə imtihan olunacaq. Yaxud bəzən dua edirik ki, ilahi, məni övladımla imtihan eləmə. Bir nəfər Həzrət Əmir əl-Möminin Əli əleyhissalamın yanında bu duanı eləyəndə Həzrət Əli buyurdu ki, övladından bezibsən, dedi, xeyr.
Malından bezibsən, dedi, xeyr. Dedi, sən ki, deyirsən, Allah məni imtahan eləmə, sən dua eləyirsən, Allahım, malımı və övladlarımı əlimdən al. Dedi, yox, ya əmirəl-möminin, mənim elə səyim, çalışmağım budur ki, balalarıma bir gün ağlayım, malımı artırım. Dedi, bəs bilmirsən Qurani Kərimdə Allah buyurur ki, İnnəmə əmvələkum və əvladakum fitnətun, sizin mallarınız və övladlarınız imtahan vasitələrinizdir. Sən isə deyirsən, məni imtahan eləmə. İmtahan olunmamaq üçün gərək səndən mal və övlad alınsın ki, sən onlarla imtahan olunmayasan. Dedi, yox, elə demək istəmədim. Bəs necə doğru düzgün dua eləyim? Həzrət Əmir əl-Möminin buyurdu ki, dua eləyəndə denən, Allahım, imtahanlarımı asan elə. Denən, Allahım, səbr eləyə bilməyəcəyim imtahanla məni imtahan eləmə. Verdiyin imtahanlardan çıxmağa mənə kömək ol. İmtahanlar zamanı yolumu azmayım. Bu cür dua ilə, nə ki deyəsən kökündən Allahım məni imtahan eləmə. Bu, heç zaman qəbul olmayacaq bir şeydir. İnsan mütləq malı ilə, canı ilə, övladı ilə, nələri ilənsə mütləq dünyada imtahan olunacaq. Biz sadəcə Allahdan imtahanlardan uzaq çıxmaq və imtahanlar səbəbi ilə azğınlığa düşməməyi istəməliyik. Bu bir. İkinci mühüm məsələ ki, biz bu duanı eləyirik və bu dualar heç zaman qəbul olmayacaq, o budur ki, Allahım, məni çətinliyə salma, övladımı çətinliyə salma. Bu duadır. Bu duada kökündən yanlışdır. Niyə? Çünki Allah Qurani Kərimdə Bələd surəsində buyurur ki, Ləqəd xaləqnəl insənə fī kəbəd. Biz insanı çətinlikdə yaratdıq. İnsan yaradılış etibarı ilə, vücudu etibarı ilə çətinlikdə xəlq olunubdur. İnsanın təkamülü çətinlikdən keçir. Çətinlik insan övladının inkişafının bir nömrəli amilidir. Biz əslində inkişafımıza mane oluruq. Dua eləyəndə ki, Allah övladımı çətinliyə salma, deyir, yəni bu bir yerə gedib çıxmasın. Şayad eşidibsiz, bir nəfər deyir ki, deyir, gördüm, kəpənək bir qanadı çıxıb, o birisi qanadını çırpınır. Deyir, mən baxdım, mən həyatda çox çətinlik görmüşəm. Dedim, qoy kömək eləyim, o birisi qanadı da çıxsın, onu soyum qabığın, çətinlik çəkməsin. Deyir, kömək elədim, güya qabığın soydum, kəpənəyi qoydum pəncərənin ağzına. Biraz keçdim, gəldim, gördüm ki, kəpənəyin həmin o mən çıxartdığım qanadı narahatdır. İşləmir demək olar. Biraz qaldı, gəldim, gördüm, ölübdür. Deyir, mən başa düşdüm ki, onun həyatı çətinlikdə idi. O çətinliklə çabalayıb oradan çıxacaqdı, güclənəcəkdi. Amma mən istədim ona yaxşılıq eləyim, mənim yaxşılığım onun ölümü ilə nəticələndi. Hamımız görmüşük, hamımız görübsüz. Cücə yumurtadan çıxanda, o cücə ki, özün soyursan onun qabığın, məsələn, hansısa formada çıxmağa çətinlik çəkir, çıxardırsan, o cücə zəif cücə olur. Çox vaxt yaşamır, yaşasa belə zəif olur. Çətinlik insan həyatının, ümumiyyətlə varlıq aləminin təkamülünün əsas roludur. Otun yerdən göyərməsi üçün, bitkinin yerdən göyərməsi üçün çətinlik mərhələsini keçməlidir. O torpağı yarıb çıxmalıdır. Bu belə də olmalıdır. Çətinliksiz həyat arzulayırıq ki, olmayacaq. Heç zaman olmayacaq. Arzulamayaq. Özümüzə çətinliksiz həyat arzulamayaq. Övladlarınıza, nəvələrinizə çətinliksiz həyat arzulamayın. Deməyin ki, heç bir işin çətinliyə düşməsin. Bu, uşağa yanlış tərbiyə verməkdir. Onu pis böyütməkdir. Onun sabahları problemlər qarşısında məğlubiyyətinə səbəb olar. Allah uzaq eləsin, gedər intihar eləyər, intiharına səbəbkar sən olarsan. Bir ömür qulağının dibində deyibsən ki, Allah sənə çətinlikli həyat verməsin, çətinliyin olmasın. Bu fikirlə böyüyən uşaq sabahları evlərə düşər, ailə kimi çətinliklərə dözənməz. Özü ailə sahibi olar, çətinliyə dözə bilməz. Cəmiyyət içərisində çətinliklərə dözə bilməyəcək. Çünki yanlış böyüdülübdür, yanlış tərzdə böyüdülübdür. Çətinlik insan həyatının ayrılmaz tərkib hissəsidir. Mütləq çətinlik var. Elə bir həyatımızda bir iş yoxdur ki, deyəsən orada çətinlik olmasın. Əli əleyhissalam buyurur ki, bir çətinlik qapısı açılmayana qədər növbəti çətinlik qapısı bağlanmaz. Mütləq bir çətinlik qapısı açılır, ondan sonraki çətinlik qapısı isə bağlanır. Bəs nə eləyək?
Çətinliklər axı bəzən adamı öldürür. Dua eləməliyik. Bəli, dua eləyək. Peyğəmbərlərin də Qurani-Kərimdə duası var. Bir nümunəsi Həzrəti Musa'nın duasıdır ki, buyurur: Rəbbi şrahli sadri və yəssirli əmri. İlahi, köksümü, qəlbimi genişləndir, deyir, işlərimi asanlaşdır. Çox mühümdür, çox önəmli bir işdir bu. İnsanın işlərinin, işinin asan olması. İnsan dua eləməlidir ki, çətinlik var, realdır, qaçılmazdır. Amma Allahım səndən istəyirəm ki, çətinliklərimi asan eləyəsən. Baxın nə qədər incə məqamdır. Bir var deyəsən çətinliyim olmasın. Bir də var deyirsən çətinlik var, olacaq. Amma çətinliklərimin asan olması üçün mənə kömək eləyəsən. Məni böyüdəsən. Mən böyüyüm, çətinliklərimə qalib gəlim. Çətinlik mənə qalib gəlməsin. 5 yaşında uşaq, məsələn, ona kubik daşı versin ki, götür, onu götürə bilməyəcək. Çox çətindir, ağırdır onun üçün. Amma 15 yaşında məsələn 1 metrə apara biləcək. 30 yaşında isə artıq bir neçə dənə kubik daşın əlində tuta biləcək. Kubik daşı balacalanıb böyümədi. O adam özü böyüdü. İnsanın çətinliklərlə münasibəti bu formada olmalıdır. Çətinliklərimiz kiçilib balacalanmır. Onlar yerində qalıbdır. İnsanın sadəcə dözümü artmalıdır. İnsan Allahdan dözüm istəməlidir. İnsan qüvvə istəməlidir Allahdan ki, Allahım mənə kömək elə, yardım elə, bu çətinliklər mənim belimi bükməsin. Bu ikinci duadır ki, insan dua eləməməlidir, Allahım məni çətinliyə salma. Dua eləməlidir, çətinliklərimi asan elə. Üçüncü dua ki, çox önəmli dualardan biri də budur. Biz dua eləyirik, hamı da ona amin deyir. Allahım məni heç kəsə möhtac eləmə. Hamı da deyir amin. Heç vaxt da qəbul olmayacaq. 100 ildə təvəssül duası oxuyasan, duadan sonra Allah məni heç kəsə möhtac eləmə, olmur. İnsan çaya, suya, övlada, kiməsə ehtiyaclıdır. Bir mütləq Allaha ehtiyaclıdır ki, ona söhbət ola bilməz. Kiməsə də dünya həyatında insanın ehtiyacı var. Ola bilməz insan ehtiyacsız olsun. Əhl-i Beyt əleyhissalamın, Peyğəmbər əleyhissalamın yanında biri dedi ki, Allahım, məni heç kimə möhtac eləmə. Peyğəmbər buyurdu, yanlış duadır, bu duanı eləmə. Necə dua eləyim be ya Resulallah? Buyurdu, dua elə, Allahım, məni pis adamlara möhtac eləmə, şər adamlara möhtac eləmə. O adamlar ki, yaxşılıq eləyər, yaxşılıqdan sonra minnət eləyər. Məni bu insanlara möhtac eləmə. İnsanın övladına, gəlininə, qardaşına, dostuna, kiminəsə ehtiyacı var mütləq. Amma insan dua eləməlidir ki, Allahım, övladım, gəlinim, qardaşım, dostum, kimim elədiyi yaxşılıqdan sonra mənə minnət eləməsin. O əsli nəcabətli insanlara məni möhtac elə. Öz xeyirli bəndələrə məni möhtac elə. Nəinki şər adama məni möhtac eləyəsən, dünya və axirətdə mənim abrum apara. Çox önəmlidir. Ona görə bu üçüncü dua ki, Allahım məni heç kimə möhtac eləmə, yox, Allahım məni şər adamlara möhtac eləmə deyə insan dua eləməlidir. Bu baxımdan dua çox önəmlidir. Və dördüncü, sonuncu duam da budur, budur ki, insan ruzisi üçün çalışmalıdır. Çalışıb sonra dua eləməlidir. Əgər belə eləyərsə, duaları qəbul olacaq. Əgər insan çalışmadan dua eləyərsə, onun duası heç zaman qəbul olmayacaq. Allah dualarımızı qəbul olunan dualardan qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.